Nəfəsim. Həmişə ayaq üstə. Xəstələnmə. Sən Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Xalq artisti Röya Ayxan illər öncə Dəli Kim adlı konsertində unudulmaz və kövrək anlar yaşayıb. Sənətçi səhnədən zala inerək onu sevən tamaşaçılarla yaxın təmasda olub. Pərəstişkarları ilə səmimi görüntülər yaradıb. Bu an zalın ön sıralarında əyləşən mərhum atası Yaqub Nəcəfovu görən Röya Ayxan atasına yaxınlaşaraq onu qucaqlayıb. Sənətçi atasına nəfəsim bir daha xəstələnmə deyə səslənib. Həmin anlar zalda əyləşən tamaşaçıları da duyğulandırıb. Röya Ayxan təkcə sevilən sənətçi deyil, həm də qayğıkeş, zəhmətkeş və əzmkar bir evladdır. O sənətinə göstərdiyi dəyər kimi ailəsinə də eyni dərəcədə bağlıdır və yaxınlarına hər zaman böyük önəm verir. Konsert zamanı tamaşaçıları ilə səmimi davranışı, onlarla birbaşa ünsiyyəti və duyğularını gizləməməsi sosial şəbəkələrdə də kövrək reaksiyalara səbəb olub. Videoya baxan hər kəs bu anların nə qədər təsirli olduğunu deyir. Röyanın göz yaşları, atasına sarılması və tamaşaçılarla qurduğu səmimi bağ hər kəsi kövrəldir. Bu görüntülər sənətçinin necə böyük ürəyə sahib olduğunu bir daha sübut edir. Xatırladaq ki, Yaqub Nəcəfov uzun sürən xəstəlikdən sonra 2025-ci ilin yay aylarında dünyasını dəyişib. Allah rəhmət eləsin.